Bəyənyar su anbarı Babək rayonu və Culfa rayonu ərazisindəki əkin sahələrinin suvarılmasında və yaşayış məntəqələrinin su ilə təmin olunmasında əsas su mənbəyi kimi istifadə olunur. Bu əhəmiyyətli mənbəyin bir il əvvəl səviyyəsi nəinki kritik həddə indi, hətta quruma təhlükəsi yaşadı. ...2025-ci ildə havaların kəskin quraq keçməsi ilə əlaqədar biz su anbarına kifayət qədər su toplaya bilməmişdik. Yəni suya cəmi il ərzində bizim ambara 1,5 milyon yaxın su girişi olmuşdu. Təbiətin lütfü, bol yağıntı və zamanında görülən tədbirlər nəticəsində indi Bənənyar su anbarında tam fərqli mənzərə ilə qarşılaşdıq. Bəyənyar su anbarında hazırda 3 milyon kub metrə yaxın su toplanıb və suyun toplanması ilə ərazidə ekoloji vəziyyət normallaşıb. Bərpa olunan həm də yerli fermerlərin təsərrüfat sahiblərinin yaxşı məhsul əldə etmək gözləntisidir. Axı toplanan su ehtiyatı suvarma mövsümünün daha sabit keçəcəyinə əminlik yaradır. Bir yerə su aparmaq üçün deyək ki, 2 gün, 3 gün vaxt sərf eləyirdik. İndi çox sağ olsun dövlətimiz, minnətdarıq. Mən indi 4 hektar, 5 hektar yer ayırmışam. Amma gələcəkdə fikrimdədir ki, bir 15-20 hektar yer əkin. Əlincə çayında olan bütün sular Bənənyar su anbarının yığılması üçün yönləndirilibdir. Sonuncu məlumata görə ambara giriş 600 litr saniyə olubdur. Bu günləri isə təqribən 1 kuba yaxın su daxil olur ambara. Su anbarının doldurulması üçün artıq yeni kanalın çəkilməsinə də başlanılıb. Yağıntı təbiətin payıdırsa, yeni kanal dövlətin dəstəyidir. Hər ikisi birlikdə anbarın dolmasını sürətləndirir. 17 milyon kub metrdən çox su tutumu olan Bənənyar su anbarının fasiləsiz su ilə təmin edilməsi məqsədi ilə mənbəyi Əlincə çaydan götürülməklə 7 kilometrdən artıq məsafədə beton su kanalı çəkilir. Bu layihə anbarın gələcəkdə quraqlıq riskindən qorunmasına hesablanıb. Anbarın dolması Babək və Culfa rayonları ərazisində 4000 hektardan çox əkin sahəsinin su təminatını yaxşılaşdıracaq. Bu cür şərait olandan sonra, yəni şəraitimiz olandan sonra biz fermerlər, biz təsərrüfat adamları, insanları əlbəttə ki, istəyər ki, çox əksin, çox biçsin, çox da maldarlıqla, heyvandarlıqla məşğul olsun. Görülən işlərin bəhrəsi bununla da bitmir. Çünki Bənənyar